Valla bilirsiniz ki mən əslən Türkiyə ədəbiyyatına o qədər təbəxürüm yoxdur. Bizim elə dilimiz türküdür da, danışığımızdır və yazımız da ki, türkü dəyirdi. Mənim də ki, tip şair idim, patoloji ilə əlləşirdim. Ondan sonra da ki, Farsının şairi dərəcəyi əvvəl idim ki, mən onu ehya edirdim. O vaxt sonra ki, anam gəldi, yenə təzədən Türkləşdi o Azərbaycani gəldi ki, da türkünü də qatdım Farsiyə, türkü ilə də şeir dedim. Ərlə mənim heç türkü şeirim yoxudur təqribən, çox azdır. İndi elə türkülərim də özü bir divan olar. Seyf olsun ki, sizin sininiz az değil, o qədim türkün də aradan gedib. Biləsiniz bizim türkülərdən nə qıssalar var idi. Heyf olsun mən anam, hey dedim yazaram, himmətim olmadı. O qədər şey. Əslən, qıssa-i mənzum hepsiydi ki, belə dünya ləzzət adam qoparar. Özləri ilə apardılar, bizdə də o şuur olmadı. Yəni dilimizi əvvəldən qoymadılar, təşviq olar. Azərbaycan milləti ölməz bir millətdir, nəyə? Qabağın almanla olar, gördün ki 50 il qabağın aldılar, biraz da şişdi. Heydər Baba kimi şeir verdi, Səndiyə kimi şeir verdi. Bunlar hamısı o əksül əməl idi ki, Türklük bizim Azərbaycanlılıq qovmiyyətimiz göstərdi. Uğur verirsinlər, hamısı məhv olar gedər, amma